Xalq artisti, məşhur tarzən Ramiz Quliyev xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan xalq artistinin müalicəsini Heydər Əliyev fondu öz üzərinə götürüb. Bu barədə oğlu, əməkdar artist dirijor Əyyub Quliyev məlumat verib. Ramiz müəllim hardasa bir il bundan öncə bir belə deyək, səhhətində krizis yaşadı. Böyrəkləri ilə bağlı idi. Ancaq biz yəni həkimlərlə məsləhətləşirdik, müəyyən müalicə tədbirləri görülmüşdü, amma bir neçə gün bundan qabaq vəziyyəti həqiqətən ağırlaşdı və kritik bir səviyyə çatmışdı. Biz gördük ki, təcili onu müayinə eləmək lazımdır və müayinənin nəticələri əsasında kreatinin çox yüksək qalxmışdı, kritik səviyyədə idi. Mən tanıdığım həkimlərlə məsləhətləşdim və onların fikri eyni oldu ki, təcili olaraq xəstəxanaya yerləşdirilməli idi və nəzarətə götürülməli idi. Vəziyyəti ağır olduğu üçün mən müraciət elədim Heydər Əliyev fondunun rəhbərliyinə. Çox hörmətli Mehriban xanım, bizim ölkəmizin birinci xanımına müraciət elədim. Birinci vitse-prezidentə müraciət elədim. Anar müəllim Ələkbərova sağ olsunlar, ən yüksək səviyyədə bizə dəstək oldular. Mən hətta sizə deyim ki, mən müraciətimdən demək olar ki, bir neçə saat ərzində biz o dəstəyi hiss elədik. Dərhal Anar müəllim Ələkbərov, Heydər Əliyev fondunun icraçı direktoru zəng vurdu. Şəxsən bütün məlumatı ona bildirdim. Hər şeyi detalları ilə məndən soruşdu. Bütün məlumatı ona təqdim edəndən sonra qərar verildi ki, xəstəxanaya yerləşdirilsin. Hətta bizə xəstəxana seçiminə də şərait yaratdılar. Bizim ailədə məsləhətləşdiyimiz, seçdiyimiz bir yeri bildirdik. Sağ olsunlar, ona da şərait yaratdılar. Və dərhal təcili yardım maşını gəldi və onu xəstəxanaya yerləşdirdilər. Çünki həqiqətən artıq biz hər dəqiqə, hər saat çox dəyərli idi, çox önəmli idi. Həm onun üçün, həm onun ailə üzvləri üçün bizim üçün çox həyəcanlı və gərgin anlar idi. Və biz yerləşdirdiyimiz günün axşamı, yəni demək olar ki, artıq reanimasiya yerləşdirilmişdi. Bir neçə saat sonra axşam saatlarında Heydər Əliyev fondunun icraçı direktoru Anar müəllim Ələkbərov və Azərbaycanın Mədəniyyət naziri hörmətli Adil müəllim Kərimli xəstəxanaya gəldilər. Şəxsən özləri baş çəkdilər. Bizim üçün də çox dəyərli idi, çünki biz yəni ailə üzvləri olaraq başa düşürsünüz ki, hansı hissləri yaşayırdıq o zaman. Demək, həm Anar müəllim, həm Adil müəllim həkimlərlə söhbət elədilər. Tam vəziyyəti onlara bildirdilər və dedilər ki, bu Ramiz müəllimin səhhəti ilə bağlı olan bütün məsələlər dövlətimizin nəzarəti altındadır. Bu işte tələb olunan nə lazımdırsa hamısı ən yüksək səviyyədə həyata keçiriləcək. Mən də istəyərdim bu fürsətdən istifadə edeyim. Həm öz adımdan, həm ailəmizin adından, ilk növbədə bizim ölkə rəhbərliyinə və Mehriban xanım Əliyeva ölkəmizin birinci xanımına dərin təşəkkürümü bildirirəm ki, daima dəstək olurlar bizə, bizi tək buraxmırlar. Hətta artıq bir neçə gün keçməsinə baxmayaraq hər gün məndə olan məlumata görə Anar müəllim Ələkbərov xəstəxana ilə əlaqədədir. Ramiz müəllimin səhhəti ilə bağlı bütün gedişat ona məruzə olunur və mənimlə də daima əlaqə saxlayırlar. Hər zaman onların diqqətini, dəstəyini hiss edirəm. Şükür Allah ki, sağlığı bərpa olunmaq üzrədir. Əlbəttə orada hələ də bu prosedurlar deyəsən davam olunmalıdır. Amma sağ olsunlar, həkimlərin yüksək professionallığı və təcrübəsi nəticəsində reanimasiyada çalışan əlbəttə ki, həkimlərə xüsusi bacarıq nəticəsində proses mən bildiyimə görə düzgün həyata keçirilir. Mən bir şey qeyd edeyim ki, bəlkə də
vaxtında bizim bu dövlətimizin və Heydər Əliyev fondunun bu dəstəyi olmasaydı, bəlkə də biz onu, ben bu sözü işlətmək istəmərəm, itirmiş olardıq. Yəni onu demək olur ki, ölümdən qaytardılar. Ona görə də mən yenə də ailəmiz adına bu işdə bizə dəstək olan, diqqət göstərən hamıya özlərinin təşəkkürünü bildirirəm.